Beyində öz-özünə danışmaq, yəni daxili monoloq çox vaxt tam normal bir psixi prosesdir. Amma forması, tezliyi və insana verdiyi təsirə görə bəzən müəyyən bir psixi vəziyyətin də əlaməti ola bilər. Bəs nə zaman normal hal hesab olunur? Stres zamanı, qərar verərkən, plan qurarkən, özünü motivasiya edərkən baş verərsə, tam normal bir psixi proses hesab olunur. Nə zaman bəs problemlərə işarə edə bilər? Birincisi, düşüncələr təkrarlayıcıdırsa, bəs birdən ya belə olarsa düşüncələri, daimi özünü yoxlama, analiz etmə, beyində istənməyən düşüncələrlə dialoq, bunu fikirləşmə deyə özünlə mübarizə, məntiqsiz amma susmayan düşüncələr, düşüncələr insan iradəsindən ziddirsə, özünü ittiham edən daxili səs, mən bacarmaram, dəyərsizəm fikirləri, keçmiş səhvlərin təkrar-təkrar düşünülməsi, keçmiş hadisə ilə beyində dialoqlar, kaş ki belə etməzdim, özünü günahlandırma və s. kimi hallar. Daha ağır psixiatrik xəstəliklərdə isə artıq fikir yox, eşidilən bir səs var. Bu səs əmr verir, düşüncə ilə real hadisəni ayırt edə bilmirlər və o səsə uyğun hərəkət etmək kimi hallar baş verir.